Nə dağırdı? Mənə elə bilirsiniz, çox asandı orada oturmaq. Tənqidləri normal, adekvat şəkildə anlayıram, anlayışla yanaşıram. Amma heç bir təhqir mənim şəxsiyyətimə, ailəmə olan təhqirlər cavabsız qalmayacaq. Hər biri kim olursa olur, kimliyindən asılı olmayaraq qanun qarşısında qanuni şəkildə cavab verəcək. Və mən buradan da sizin verilişiniz vasitəsilə demək istəyirəm ki, həmən o sədr rəhbərinə də bu günlərim məktub göndəriləcək və məhkəməyə verəcəm mən o şəxsi ki, o məni durub internetdə milyonlarla cəmaatın içində tənqid yox, təhqir eləyir, məni söyür. Yəni 68 yaşlı bir partiya sədri insanları qıcıqlandırmaqdansa məncə əksinə sülhə yönəltməlidir. Əksinə bu günlərim bizim qonaqlar gəlirlərsə, əgər belə idisə çıxardınız onlara nəsə deyərdiniz də, belə güclüsünüzsə. Niyə mənə gücünüzü göstərirsiniz? Səhv bir şey mi mən elədim? Hə,